klientlərimiz, hörmətli müdavimlər, şagirdlərimiz, bugün sizə qısa olaraq yeni bir dərs paylaşıram. O da isim mövzusu ilə əlaqədardır. Bu, bəzi kecalı isimlərdə son saitin düşməsi mövzusudur. Çox işlək bir mövzudur. Testlərdə rast gəldiyimiz bir mövzudur. Və mənim müşahidəmə görə hamının deməzdim, bəzi şagirdlərimizin, abituriyentlərimizin tez-tez səhv etdiyi bir mövzudur. Ona görə təkrar üçün, yararlanmaq üçün bu dərsi paylaşmağı nəzərə aldım. Paylaşmaq qərarına gəldim daha doğrusu. Uşaqlar, bilirsiniz ki, Azərbaycan dili morfoloji quruluşuna görə iltisaqi dillər qrupuna daxildir. Yəni, dillərin iki cür tədqiq edirlər. Bir, genealoji xüsusiyyətlərinə görə, qohumluq prinsiplərinə görə dillər bir-birinə yaxındır. Məsələn, türk dilləri ailəsi var. Azərbaycan dili qohumluq genealoji xüsusiyyətinə görə türk dilləri ailəsinin Oğuz qrupuna daxildir. Oğuz qrupu da, türk dilləri ailəsində bir neçə budağa, qula ayrılır. Onlardan bir də Oğuz qrupudur ki, Azərbaycan dili, Türkiyə türkçəsi, Türkmən dili, Qaqavuz dili Oğuz dilləri qrupuna daxildir. Bir də dillərin tipoloji təsnifatı var. Dillərin genealoji təsnifatı və tipoloji təsnifatı. Dillərin tipoloji təsnifatında onların morfoloji quruluşu əsas götürülür. Və morfoloji quruluşuna görə də dillər, dünya dilləri bir neçə qismə bölünür. Məsələn, flektiv dillər var, sonra kök dillər var, amorf dillər olar və iltisaqi dillər. Bizim Azərbaycan dilimiz morfoloji quruluşuna görə iltisaqi dillər qrupuna daxildir. Və iltisaqi dillərdə, bilirsiniz, onların iltisaqi dilləri xas olan dillər, o cümlədən də Azərbaycan dilinin bir sıra xüsusiyyətləri var. Yəni, bu dildə Azərbaycan dilində iltisaqi dillər qrupuna daxil olan dillərdə sözlərdə sözün kökü sabit qalır, sözə ön şəkilçi artırılmır və sözdə əvvəl kök gəlib, sonra leksik şəkilçilər, daha doğru istənilən qədər qrammatik şəkilçi gələ bilər. Yəni, sözə istənilən qədər leksik və qrammatik şəkilçi artıra bilərik. Aydın oldu. Və bugün mən iltisaqiliyin pozulduğu Azərbaycan dilində, lakin bəzi sözlərdə, bilirsiniz, istisnaları var dillərdə, Azərbaycan dilində də, bəzi Azərbaycan dilinə məxsus sözlərimizdə, milli sözlərimizdə həmin iltisaqili prinsipi pozulur. Yəni, həmin sözlərə müəyyən şəkilçi artıranda sözün kökündə sait düşür. Ancaq iltisaqi dillərində əslində sözün kökü sabit qalmalıdır. Və bu sözlərdə iltisaqilik pozulur. Bu sözlər hansı sözlərdir? Bu sözlər çox bədən üzvlərdir. Milli sözlərimizdə bilirsiniz ki, qohumluq bildirən sözlər, bədən üzvləri, bunlar mənşəyinə görə milli sözlərimizdir. Və burada 14 söz qeyd olunub, dərsliklərdə də var, müxtəlif kursların kitablarında da var, dilçilikdə də var, hər yerdə var bu 14 söz. Və bunlardan ikisinin altından xətt çəkər, ağız sözünə ağıl sözü. Bunlar ərəb mənşəli sözlərdir. Və bu sözlərdən başqa biri də bədən üzvləri. Mən həmişə şagirdlərim deyəndə belə deyirəm, beyin, beyindən sonra beynin içində ağıl, sonra gəlir alın, belə əl-düzü qoyun deyirəm bədən üzvlərinin üzərinə və bir-bir sanki qoy yadınızdan çıxmasın. Beyin, ağıl, burun, boyun, çiyin, qoyun, qayın, qoyun burada qucaq mənasındadır. Onun da altından xətt çəkilən məsələn deyir ki, nənə nəvəsinin qoynunu aldı. Qoynunda əzizlərdir. Yəni, qoyun burada qucaq mənasındadır. Və bir də yenə haşiyədən kənara çıxan qoyun sözü amonim sözdür. Qoyun sözü həm amonim sözdür, həm də amoform kimi də işlənə bilir qoyun sözü. Məsələn, qoyun biri var, qoyun qucaq mənasında, nənə nəvəsinin qoynunda oynayırdı və yaxud nəvəsinin qoynunu aldı. Bir də qoyun, məsələn, Qurban bayramında qurbanlıq qoyun kəsdilər. O mənada işlənir, burada amonim olur. Kökünü qoy fiili götürəndə artıq o amoform olur. İkincisi qayın sözü. Qayın da qohumluğu bildirən sözdür. Bilirsiniz, leksik mənası biz həyat yoldaşımızın qardaşına qayın deyirik türk dilində, qayın və qayın amonim də qayın ağacı. Qayın sözü də amonimdir. Fikir verək, sonra gəlir əyin, ovuc, bunları bədən üzvləri, qarın, könül və oğul sözləri. Bu 14 sözdən ikisi yenə deyirəm ərəb mənşəli sözdür. Qalan sözlər 12-si Azərbaycan türk mənşəli sözdərdir. Yəni ki, Azərbaycan sözləri milli mənşəli sözdür. Bu sözlərə saitlə başlanan mənsubiyyət şəkilçisi artırdıqda sözün ikinci ecasındakı sait düşür və Azərbaycan dilinin iltisaqiliyi qanunu
pozulur. Bu sözləri hallandırdıqda isə sözün kökü sabit qalır. Aydın oldu. Və indi bu sözləri mənsubiyyət şəkilsi artırıram. Mənim yazılır. Mənim ağlım. Bir neçəsini yazın, amma mənim ağlım, mənim alnım, beynim və oğlum. Bax, fikir verin. Burada ağıl sözündə, sözün ikinci ecasında iki sayı səs düşdü. Ağlım və yaxud sənin ağlın, sənin ağlın, alnım, beynin, oğlun. Bəzən heç mənsubiyyət şəkilçisi olmur, deməsi oğlun yaxşı oğuldur. Sənin oğlun yaxşı oğuldur, Allah saxlasın. Fərasət, sənin oğlun burada ağlı qalıdır. Və yaxud onun ağlı, dedik ki, onun ağlı yoxdur. Birdən işlərdə belə, ağlı yoxdur. O ağlı qaldadır ya. Alnı açıqdır. Beyni, bir də oğlu. Bu sözlərə mənsubiyyət şəkilçisi artırdıqda sözün ikinci ecasındakı sait düşür və Azərbaycan dilinin iltisaqili qanunu, qaydası pozulur. Test belə də verilə bilərsə ki, hansı sözlərdə iltisaqili qanunu pozulur və siz bu sözləri nümunə göstərməlisiniz ki, bu 14 sözlər saitlə başlanan mənsubiyyət şəkilçisi artırdıqda bu sözlərin ikinci ecasındakı sait düşür və bu sözlərində ağlım sözü, məsələn, ən çox uşaqlar ağlım sözü. Uşaqlar, ağlın sözü adlı qaldadır. Sənin alnın açıqdır, nə sənin alnın. Bu üçüncü nöqtənin söz birləşməsidir. Alnın bəzən sənin alnın birləşməsi verilir və yaxud beynin verilir. Əgər bu yığdan sonra sait yoxdursa, nıdan sonra sait yoxdursa, bu adlı qaldadır. Bu bütün məqamlarda sənin alnın, sənin beynin, sənin oğlun adlı qaldadır. Və yaxud onun oğlu, onun alnı adlı qaldadır, onun ağlı. Və yaxud alnın deyəndə bunu çaşırlar, uşaqlar yiyəlik al götürürlər. Alnı deyəndə təsirlik al götürürlər. Çünki burada şəkilçi amonimdir, yiyəlik al şəkilçisi. Burada təsirlik al şəkilçisi amonimdir. Çaşırlar uşaqlar, lakin bunu qəti qəbul eləmək lazımdır ki, yenə deyirəm, bu 14 sözə ağızdır, ağıldır, alındır, beyindir, alındır, burundur, boyundur, çiyindir, qarındır, qayındır, qoyundur, könüldür. Könlüm keçir Qarabağda, mənim könlüm. Könlün nə istəyir? Sənin könlün. Bunlar adlı qaldı olan isimlərdir. Çünki bunlara mənsubiyyət şəkilçisi artıranda ikinci sözün ikinci ecasındakı sahib düşür. Bax, bu sözdə ancaq mənsubiyyət şəkilçisi var. Sənin ağlın, mənim ağlım, onun ağlı, onun alnı, onun beyni. Onun var axı, beyni. Beyni yaxşı işləyir. Onun beyni. Ağlı mükəmməldir, onun ağlı. Oğlu yaxşı oğlandır. Kim? Onun oğlu. Oraya tez mənsubiyyət şəkilçisi söz artırsın və təsdiq edirsiniz ki, bu adlı qaldadır. Bu nə yiyəlik qaldadır, nə də təsirli qaldadır. Yəni, məni narahat edən odur. Yəni, mənim qarşılaşdığım problem odur ki, şagird götürəndə bunu, sənin alnını götürən kimi sənin alnını, sənin beynin deyir, təsirli yiyəlik al. Və o görən kimi orada heç mənasına varmır, təsirli al və yaxud yiyəlik al. Yox, olmaz bu. Bunu diqqətlə nəzərdən keçirmək lazım ki, ondan əvvəl mənsubiyyət şəkilçisi var və yaxud da mənsubiyyət şəkilçisi işlənməsə də ağıl sözündəki ımaq mənsubiyyət şəkilçisidir. Alnın sözündəki alnın, sənin alnın. Bu mənsubiyyət şəkilçisidir, ona görə burada diqqətli olmaq lazımdır. Bu sözlərə, həmin sözlərə, bax bu 14 sözə ağız sözüdür və yaxud beyin sözüdür, alın sözüdür. Bu sözlərə hal şəkilçisi artıranda isə, bu sözlərə hal şəkilçisi artıranda sözün kökü sabit qalır. Bu sözləri hallandıranda, ya bir sözləri qeyd eləmişsiniz, indi mən bu sözləri yazıb hallandıracağım. Bu sözləri yazırıq, hallandırıq. Bu sözləri hallandıranda sözün kökü sabit qalır, dəyişir. Məsələn, ismin hallarını yazırıq, təkrar ismin hallarını yazırıq. Adlı kal, adlı, yiyərlik, yazıram, yönlük, təsirlik, yerlik, şıqlı qalır. İndi gəlin bu sözləri hallandıraq. Oğul sözünü hallandırıq. Oğul, oğulun, oğula,
oğula, oğulu, oğulu, oğulda, oğuldan, oğuldan. Aydın oldu. Bak bu sözləri hallandırdım. Sözün kökü sabit qaldı, dəyişmədi. Oğulun, oğula, oğulu, oğulda, oğuldan. Aydın oldu. Və yaxud məsələn, beyin sözünü hallandıraq. Beyin, beyin, beynin, beynin, beyinə, beyinə, beyni, beyində, beyindən, beyindən. Aydın oldu, bak fikir veriyoruz. Yine de beyin sözünü hallandırır, sözün kökü sabit kaldı. Beyinə, beyni, beyində, beyindən. Aydın oldu. Çin sözünü hallandıra bilərik burada, ağlı sözünü hallandıra bilərik, könül sözünü hallandıra bilərik, qoyun sözünü, qayın sözünü, əyin sözünü hallandıra. Məsələn, qayın sözünü, qayın, qayını, qayına, qayını, qayında, qayından. Burada da elində həmin hadisə, burada da sözün kökü sabit qalır. Bu sözləri hallandıranda sözün kökü sabit qalır, dəyişmir. Ancaq məsuliyyət şəkilsi alır. Deməli, artıranda bu sözlərə sözün kökü dəyişir. Bu sözlər, yəni mənsubiyyət şəkilsi artıranda bu sözlərdə iltisaqlilik prinsipi pozulur, hallandıranda bu sözlər olduğu kimi qalır. İndi bir söz birləşməsi formasında da yazaq, söz birləşməsi formasında yazaq, baxalım məsələn. Adlı kaldı olan da necə olur? Yəli kaldı olan necə? Məsələn, deyirik, sənin oğlun, bu adlı kaldı. Bir də oğlun yaxşısı, fərasətlisi. Oğlun yaxşısı. Aydın oldu. Bax, sənin oğlun, bu adlı kaldı. Oğlun fərasətlisi iyəlik kaldı. Oğlun kimin? Aydın oldu. Oğlun yaxşısı, oğlun fərasətlisi. Və yaxud yazılır ki, sənin beynin dedik yaxşı işdir. Sənin beynin. Bu beynin bütün hallarda adlı kaldır beynin sözü. Bak bu da adlı kaldırdı. İndi yelkal da işləmək üçün bunu. Beynin quruluşu. Fikir verirsiniz burada, beynin quruluşu. Burada beynin quruluşunda sənin beynində bu adlı kaldadır. Beynin yaxşı işdir, oğlun fərasətlidir, sənin oğlun. Yelkal şəkilsi artırır və bu adlı kalır. Bütün məqamlarda oğlunun, beynin əgər sahib düşübsə, adlı kalıbdır və mənsubiyyət şəkilsi söz varsa. Ancaq burada yəli kaldı olanda kök sabit qalmalıdır. Bu yəli kaldır, beyin sözün köküdür, oğul da sözün köküdür. Ondan sonra mənsubiyyət şəkilsi söz gəlir. Yəni bu sözlərdə şagirdlər çox səhvlər edirlər, ona görə də burada diqqətli olmaq lazımdır. Lakin dilimizdə bir qism sözlər var ki, onlar ərəb-fars mənşəli sözlərdir. İndi o sözləri sizin nəzərinizə çatdıracaq. O 14 sözü çıxırır, 14 sözü əzbər öyrənəndən sonra vərdişə çevirib bilir, bacarda vərdişə çevirib öyrəndikdən sonra keçirik növbəti sözləri. Lakin uşaqlar dilimizdə elə ərəb-fars mənşəli sözlər var ki, onları həm hallandıranda, həm də mənsubiyyətə görə dəyişəndə sözün ikinci hecasındakı sayt səs düşür. Bilirsiniz ki, ərəb-fars mənşəli sözlər ərəb dili, fars dili, ingilis dili, flektiv dillər qrupuna daxildir. Morfoloji quruluşuna görə burada sözə şəkil çatında sözün kökü sabit deyil, dəyişə bilər, ön şəkil çatıra bilər bu sözlərə, söz içindən dəyişə bilər və s. Yəni bu flektiv dillərin xüsusiyyətləridir. Söz kök içindən də dəyişə bilər, yenə deyirəm, ön şəkilçi də artırıla bilər və sözü şəkil çatında sözün tərkibi dəyişə bilər, kökü dəyişə bilər. Bu sözlər də yenə deyirəm, isimdir, cisimdir, qisimdir, şəkildir, fəsildir, ömürdür, qəbirdir, səbirdir, zehin, eyib, ətir, xeyir, heyif, meyil və s. sözlər var ki, ərəb-fars mənşəli sözlər. Bunları həm hallandıranda, həm də bunlara mənsubiyyət şəkilçisi atanda sözün ikinci hecasındakı say düşür. Ona görə də bunların məsələn
yiyəlik halda və yaxud adlıq halda olduğunu yalnız söz birləşməsi daxilində, cümlə daxilində bilmək olar. Məsələn, sinifin sözünü götürür ya, sinifin sözü, sinifin və yaxud da şəklin sözü, şəklin sözü, şəklin sözü. Konkret demək olmaz, onu həm yiyəlik, bu sözlərin hamısına aiddir. Mən 2-dən nümunə yazdım. Konkret 2 sözə istinad edirəm və bu bütün bu yazdığım ərəb fars mənşəli sözlərə aiddir. Konkret deyə bilmərik ki, sinifin sözü, şəklin sözü, yiyəlik haldadır, yoxsa adlıq haldadır. Bunu düz cavab belə götürük testdə ki, hər 2 halda düşünülə bilər. Adlıq halda da düşünülə bilər, yiyəlik halda da düşünülə bilər, sinifin sözü. Əgər cümlə daxilində verilməyib, tutalım ki, şəklə belə verilmişsə ki, sinifin, şəklin, yaxud nə sədrin, cismin sözünü ismin hansı hallarında, konkret ismin hansı hallarındadır. Orada belə bir cavab götürür ki, hər 2 halda belə bir cavab da olur orada 100%. Hər 2 halda bunları düşünmək olar. Yəni, yiyəlik halda da düşünmək olar. Əgər yazılsa sənin sinifin və yaxud sənin şəklin, o söz yox ki, siz onu adlıq halda götürəcəksiniz. Əgər yazılsa sinifin rəhbəri, şəklin çərçivəsi, onda onu siz yiyəlik halda götürürsünüz cümlə daxilində. Yenə deyirəm, bu sözləri hallandıranda da, mənsubiyyətə görə dəyişəndə də sözün ikinci hecasındakı sait səs düşür. Ona görə də bunları yalnız bir cümlə daxilində bilir. Və bu sözləri yadda saxlamaq üçün uşaqlar nə etmək lazımdır? Əsasən, yəni biliyi bacarığa çevirmək üçün siz o 14 sözü, 14 söz, onlar çox yadda qalan sözlərdir. Məsələn, onlar bədən üzvləridir o sözlər. O sözləri yadda saxlamaq üçün bədən üzvləri, yenə deyirəm, beyindir, alındır, burundur, boyundur, çiyindir, qoyundur, qarındır, oğuldur, ovucdur, əyindir, qayındır, qoyundur. Yaxın sözlər çox da bədən üzvləridir və bir-birinə yaxın sözlərdir. Onları əzbər öyrənirsiniz, bir də ki, ağılla ağıl söz ki, ağıl da beyinlə ağıl yaxındır. Məsələn, uşağı deyirəm, beyin, beyindən sonra ağıl, sonra gəlib alın, burun, ağız və s. Bunlar hallandıranda sözün kökü dəyişir. Mənsubiyyətə görə də sabit qalır daha doğrusu. Mənsubiyyətə görə dəyişdikdə sözün kökündəki ikinci sait düşür. Ancaq obursu sözləri, məsələn, ərəb fars mənşəli sözləri yazaq, adlıq, yiyərlik, yönlülük, yenə təsirlik, yerlik, çıxılır. Məsələn, götürək, sinif sözünü hallandıraq. Sinif, sinif, sinifin, sinifin, sinifə, sinifi, sinifi, sinifdə, ancaq səhətlə başlayan şəkilsizdən söyləyir. Sinifdə, sinifdən, sinifdən. Fikir veriyorsunuz, burada sözün kökü dəyişdi. Ondan sonra düşdü. Və yaxud şəkil sözü. Şəkil, şəklin, şəklə, şəkli, şəkildə, şəkildə, şəkildə. Aydın oldu. Bax, burada da görürsünüz, bir ismi yiyəlik, körlük, təsir qalır. Saatlə başlayan şəkil çıxarmış sözün ikinci hecasındakı sait düşdü. Yəni bu sözlərin, ərəb fars mənşəli sözləri hallandıranda sözün ikinci hecasındakı sait düşür. Həm də mənsubiyyətə görə dəyişiklidir. Mənim şəklim, şəklim, mənim nəslim, nəslim, sonra mənim sinifim, sinifim, mənim cismim, cismim, sənin şəklin, sinifin, onun şəkli, sinifi, cismi və s. Bax, bu sözlər mənim şəxsən, mənim şəklim, mənim sinifim, sənin şəklin, sənin şəklin adlı haldadır. Şəklin çərçivəsi yiyəlik haldadır. Sənin şəklin bu adlı haldadır. Aydın oldu. Və onun şəkli adlı haldadır. Yiyəlik hal şəkilsə ondan sonra mənsubiyyət şəkilsi söz gəlir. Bunun adlı halda olduğunu necə müəyyən edir? Çünki mənsubiyyət şəkilsi özündən əvvəl yiyəlik halda olan sözlə əlaqəyə girir. Ona görə 100%dir ki, mənim şəklim və yaxud sənin şəklin, sənin sinifin, sənin cismin və yaxud şəklin çərçivəsi bu yiyəlik hal oldu. Bunlar adlı haldadır. Sinifin rəhbəri isə, indi qoy siləyim bunu, bir dəqiqə müqayisə üçün. Müqayisə yazaq. Sinifin rəhbəri, sonra cismin quruluşu, şəklin
çərçivəsi, çərçivəsi. Bunlar yiyəlik haldır, yiyəlik hal. Yiyəlik haldadır. Ondan sonra mənsubiyyət şəkilçisi gəlir, sinifin rəhbəri, cismin quruluşu, nəyin quruluşu, bir də şəklin çərçivəsi. İndi yazılır burada, sənin sinifin, bu artıq oldu adlı kal, sonra sənin cismin, bir də sənin şəklin. Sənin şəklində fikir vermiş olar burada. Sinifin quruluşu, burada sinifin rəhbəri, nəyin rəhbəri, cismin quruluşu, nəyin quruluşu, şəklin çərçivəsi, nəyin. Bunlar nəyin sualına cavab verir, burada nəyin yazılır, yiyəlik haldır, cümlə daxili. Sənin sinifin nə? Bu adlı qaldı. Sənin cismin nə? Sənin şəklin nə? Burada isə bu adlı qaldır. Çünki deməli, mənsubiyyət şəkilçili yiyəlik halda olan söz özündən sonra mənsubiyyət şəkilçisi tələb edir. Birinci də bunlar yiyəlik haldadır, ikincidə isə bunlar adlı haldadır. Yəni, burada ismi birləşmənin əsas tərəfidir. İsmi birləşmələrində əsas tərəfi mənsubiyyət şəkilçisi qəbul edir. Aydın oldu. Və burada isə aslı tərəfdir bu, yiyəlik haldadır. Yəni, bunları diqqətlə nəzərdən keçirin. Bəzi ikicalı isimlərdə son saytın düşməsi çox maraqlı bir dərsdir. Onları yenə təkrar edirəm. Əvvəlcə sözləri mənşəyinə görə müəyyənləşdirilir. Azərbaycan mənşəli, milli mənşəli sözlərimiz, milli mənşəli sözlərimizi hallandıranda sözün kökü sabit qalır, dəyişmir. Mənsubiyyətə görə dəyişəndə sözün ikinci ecasındakı sayt səs düşür. Ancaq alınma sözlərdə onları yazdığımız üçün isimdir, qisimdir, ətirdir, fəsildir, qəbirdir, eyibdir, heyifdir, meyildir. Bunları hallandıranda da mənsubiyyətə görə dəyişəndə də sözün ikinci ecasındakı sayt düşür. Burada son zehin sözüdür, alınma sözüdür. Son dərəcədə diqqətli olmaq lazımdır. Bəzi sözlərimiz var ki, onları hallandıranda onların kökü sabit qalır. Uşaqlar, bu nağıl, paxıl, taxıldır, üfüqdür, müdür sözlərini hallandıranda sözün kökü o bir nümunə yazar. Yəni, sözün kökü sabit qalır, yəni ki, sözün kökü yerlik, yəni təsirlik, yerlik, çıxışlı. Məsələn, nağıl sözünü hallandıran, nağıl, nağılın, nağıla, nağıla, nağılı, nağılda, nağıldan. Eynilə bulursa, məsələn, paxıl, paxılın, paxıla, paxılı, paxılda, paxıldan, taxıl, taxılın, taxıla, taxılı, taxılda, taxıldan. Bu sözləri hallandıranda, mənsubiyyətə görə dəyişdikdə bu sözlərin kökü sabit qalır. Nəyə görə bu sözləri mən yazdım? Dəstəklərdə verilir bu sözlər ona görə ki, bəzən o bəzi ikicalı isimləri veriləndə, məsələn, beyin sözüdür, açıq alın sözüdür və yaxud fəsil sözüdür, nə bilim, isim sözüdür, qisim sözüdür, şəkil sözüdür. O sözləri verəndə, silsilə veriləndə testdə deyir, verilən sözlərin hansına həm hal, həm mənsubiyyət şəkilçisi artanda sözün kökü sabit qalır. Bu sözləri siz nəzərinizdə saxlayırsınız, yadda saxlayırsınız, nağıl sözlə, hal şəkilçisi də artıranda, mənim nağılım deyilmir, nağılım və yaxud paxılın, taxılın, taxılımız, üfüqün, müdürün və s. Bu sözləri hallandıranda da, mənsubiyyətə görə dəyişəndə də sözün kökü sabit qalır. Uşaqlar, təəssüf sizin ancaq qeyd edirəm ki, bəzən hətta televiziya verilişlərində, məsələn, sinif sözü yazılar, məsələn, sinifi, məsələn, 5A yazırlar, 5A sinifi. Televiziyada, məsələn, müəyyən o reportajlar hazırlananda, mən özüm müşahidə edirəm, o qədər orada səhv yazılmış sözlərlə mən rastlaşıram ki, bu da adam çox belə bir təəssüf hissi keçirirdik ki, məsələn, orada işləyənlər hamısı ali təhsilli şəxslərdir. Ona görə düzgün yazmağı, sözləri düzgün yazmağı, düzgün orfoqrafiya qaydaları, düzgün orfoepik qaydaları bunları bilməliyik. Xüsusən bunu o televiziya işçiləridir, məsələn, redaktordur, dalan verilişə nəzarət edir. Dəfələrlə mən görürsən ki, sinifin sözü yazır məsələn, o düzgündür. Fəsilin sözü, fəsil, yay fəsili üçün, yay fəsili.
Mesela sığdan sonra iyi yazır, yay yazır mesela yay, fəsili yazır. Baxırsan ki, çox kobud bir səhvdir, yəni orfoqrafik səhvdir. Ona görə çalışmalıyıq ki, düzgün yazmağı öyrənək, düzgün tələffüz etməyi öyrənək sözləri. Məsələn, bəzən arayış gedib alır, özüm bunu müşahidə eləmişəm, arayış verilib ondan ötəri sözü ilə, ötəri, bir də ötürü əvəzinə, ondan ötürü ki, bu həqiqətən bu məktəbdə oxuyur, bir də yoxsa arayışı gətirib və baxır, sinif rəhbəri olmayan ötəri sözü yazır. Ondan ötəri sifətli, ötəri baxış, ötəri baxdı, zəftim işlənir. Ona görə bu sözlərin leksik mənasını, düzgün yazmağını hər gün biz, hər dəqiqə kitabı açanda öyrənməliyik, nəzarət etməliyik. Müəllim də öyrənir, unutmayın, şagird də öyrənir və öz üzərimizdə işləməliyik. Və bəzi ikiyecalı isimlərdə son saitin düşməsi mövzusunu yekunlaşdırıram və dilimizdə bəzi sözlər də var, testlərdə rast gəlir ki, hansı sözlər saitlə başlanan hal şəkilçisi artırında sözün kökü dəyişmir, sabit qalır. Bax bu sözlər, nağıl sözü, paxıl sözü, taxıl sözü, üfüq sözü, müdür sözü. Bu sözlərə saitlə başlanan istər hal şəkilçisi, istər də mənsubiyyət şəkilçisi artıranda sözün kökü sabit qalır, dəyişmir. Və yenə nəzərinizə çatdırıram ki, Azərbaycan dili morfoloji quruluşuna görə iltisaqi dillər qrupuna daxildir. İltisaqi dillərdə sözün kökü sabit qalır, dəyişmir, ancaq istisna hallar var. Yəni istisnalar həmişə olur, məsələn, ahəng qanunu pozulan sözlərdə işıqdır, ilıqdır, ilxıdır, inandır, inancdır və s. iltisaqilik pozulur. Çünki ahəng qanunu incisiz saitlərin bir-birini izləməsi ancaq iltisaqi dillərdədir. Yəni Azərbaycan dilinin qızıl qanunudur. Lakin bu dildə də müəyyən sözlərdə, məsələn, iltisaqilik pozulur. Sonra, məsələn, iltisaqi dillərdə əvvəl sözün kökü gəlir, sonra leksik şəkilçi gəlir, sonra qrammatik şəkilçi gəlir. Bir neçə, məsələn, bizim şəkilçilərimiz gil şəkilçisidir, gil şəkilçisi, sonra daki şəkilçisi, çür şəkilçisi, bunlar da bu şəkilçilərdə iltisaqili pozur. Yəni bu şəkilçilər qrammatik şəkilçidən sonra gəlir, məsələn, xalanti. Bunları da nəzərinizə çatdırmaq istəyirəm. Bu qrammatikdir və evimizdəki, evimiz, imizdəki, bu mənsubiyyət şəkilçili sözdən sonra gəlir. Burada da iltisaqilik pozur və yaxud bizimki və s. Burada da məsələn im qrammatikdir, sonra ki leksik gəlir. Burada deməli iltisaqilik qanunu pozulur. Yəni iltisaqi dillərdə əvvəl sözün kökü gəlir, sonra leksik şəkilçisi, sonra qrammatik şəkilçisi. İltisaqi dillərdə işlənən sözlər ki var, o dilin öz sözlərdir, milli sözlərdir, o sözlərə ön şəkilçi artırmaq olmur. Lakin yenə bizim üç sözümüz, yəqin ki bunu bilirsiniz, yenə təkrar üçün deyirəm, üç sözümüz məsələn kişi, dinc sözüdür. Bir də təmiz sözü. Bu sözləri ön şəkilçi artırmaq olur. Məsələn, nakişi, nadinc, natəmiz. Bu sözlərdə ön şəkilçi artırmaq olur. Yəni, dildə mütləq istisnalar olur, bu təbiidir. Ona görə də son dərəcədə qrammatikada diqqətli olmaq lazımdır. Düzgün yazmağı, düzgün oxumağı bacarmaq lazımdır ki, bu bizim ən əsas yazı savadımızın olduğunu, nitq mədəniyyətimizin inkişafına yardım edən əsas xüsusiyyətlərdən biridir. Dərsimiz bu qədər, hələlik sizinlə ayrılıram. İnşallah dil dərslərimiz davamlı olacaq. Sağ olun, bu qədər.